Dostlar, hər birinizi salamlayıram. Bizim bugün növbəti məşğələmizdə vəzir topa qarşı olan sonluq haqqında danışırıq. Yəni, en düşbüllərdə belə vəziyyətlərdə bəzi şahmatçılar çətinlik çəkirlər. Deməli, burada yəni fikir verirsə çox tipik bir vəziyyətdir. Yəni, istənilən top vəzirə qarşı sonluq axırda lövhənin kənarına sıxışdırılıb eyni bu tip mövqelər alınır. Və burada bəzi şahmatçılar vəzir aşçı, yəni çox vaxt vəzir aşçı oynayırlar. Top F2 şah verir, şah gelirsə top F3 vursa pat ideyası alınır. Yaxud da deyək ki, burada növbəti gedişlərlə şah verə bilər, vəzir H4 gəlir. Burada vəzir F1 gəlsə, yenə top J3, şah F4-də qaydanda top J2 qayıdır, saxlayır. Yaxud da şah F2 gəlsə top F3 ilə pat ideyası yaranır. Çox məşhur bir ideyadır. Lakin burada çox şahmatçının bilmədiyi maraqlı bir ideya var. Vəzir D4 gedişi. Vəzir D4 gedişi diqqət eləsəz çox rahat şəkildə oyunu udmağa üstün tərəfə bəs edir. Vəzir D4, şah F1 yoxdur, vəzir D1 mat var. Burada şah H2 oynasa, vəzir H8 şah, H1 də oynasa eyni ideyadır. H8 şah, şah J1 və növbəti gedişdə vəzir H4. Və diqqət edirsə, burada gediş növbəsini sadəcə biz rəqibə ötürürük. Və vəzir H4 gedişinə artıq ağların demək olar ki, müdafiə gedişi yoxdur. Əgər şah F1 oynasa, vəzir H3 bağlamaya düşür, top rahat udarıq. Yəni, topun da aydın məsələdir, istənilən yerə hərəkəti artıq şahdan uzaqlaşırsa, şah verib burada biz topu ala bilərik. Yəni, vəzir H4 gedişi, burada vəzir D4, şah H1 oynasa, yenə vəzir H8, top H2-yə, vəzir A1 mat var və burada şah J1-ə, yenə vəzir H4 gedişi sadəcə qaralara çox rahat qələbə qazandırır. Siz də dərslərimizin ardını izləmək üçün səhifələrimizi takip etməyi və daim izləmədə qalmağı unutmayın.